Salam əziz 10-cular. Bugünkü 22 fevral olan hədəf sınağının izahını verirəm və birinci iç oğuz dış oğuza dönük çıxmışdır mətni ilə başlayırıq. Bunu belə saxlayıram, oxuyun mətni və uşaqlar video işinizə yarayacaqsa, bu suallardan, cavablardan istifadə edəcəksə kanala abunə olun və videonu bəyənin. Belə, 27-ci suala baxaq. Mətnin məzmununa və ideyasına əsasən dış oğuz bəylərinin Qazan xana qarşı ədavət saxlamasının əsas səbəbi nə idi, deyir bizə. Və biz də mətni oxuyanda görürük ki, bəs Qazan xanın evini yağmalatdığı zaman bunların xəbəri olmayıb da, yəni dış oğuzun xəbəri olmayıb. Ona görə də biraz onlar kin duyublar buna. Yəni Qazan xanın evini talan edərkən dış oğuz bəylərinin orada olmaması və bölgüdən kənarda qalması D variantı alacaq bizim variantımız. Sonra 28. Mətndə Arzun Qılbaşa verdiyi zabitə işlətdiyi bizim günahımız nə idi ki, bu işdə iştirak etmədik ifadəsi və ümumi mövqeyi mətnaltı mənada nəyi sübut edir ifadəsi və ümumi mövqeyi mətnaltı mənada nəyi ifadə edir. Üç ox və boz ox tayfalarının bir yerə toplaşması əslində Qazan xana qarşı bir söhbət getmir, variantı səhvdir. Dış oğuzun daxili oğuz birliyi iyerarxiyasında özünü iç oğuzla deməli, dış oğuzun daxili oğuz birliyi iyerarxiyasında özünü iç oğuzla bərabər hüquqlu subyekt hesab etdiyini və kənarda qalmağı təhqir kimi qəbul etdiyini. Aruz deyir də. Deyir ki, bizim günahımız nə idi ki, bu işdə iştirak etmədik. Yəni, kənarda qalıblar da, düzgündür, B variantı olar. Sonra, Arzun Qazan xanın iqtisadi çətinlik çəkdiyini və artıq xalqına baxa bilmədiyini iddia etməsi bu yanlışdır. Arzun Qılbaşa qarşı şəxsi qərəzinin olduğu bu yanlışdır. Qazan xanın talan adətini bilərəkdən pozaraq dış oğuz dövlət idarəçiliyindən uzaqlaşdırmaq istədiyini rəsmən elan etməsi, bu da onun dediyi fikrə uyğun deyil. Variantımız B olacaq. Mətndəki hadisələrin gedişatını Qazan xanın pay bölgüsündəki ehtiyatsızlığına və dış oğuz bəylərini buna görə dərhal üz döndərməsinə ən uyğun gələn atalar sözü hansıdır, deyir. Baxaq. Arpa əkən buğda biçməz, el gücü, sel gücü, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Sonra tikə ilə dost olan acından bağrı çatlar. Su gələn arxa bir də gələr. Bir də oxuyaq. Qazan xan pay bölgüsündəki ehtiyatsızlığına və dış oğuz bəylərinin buna görə dərhal üz döndərməsinə ən uyğun gələn atalar sözü. Deməli, uşaqlar, arpa əkən buğda biçməz, yəni nə əkərsən onu biçərsən mənasında. Elin gücü, selin gücü, yaxın qonşu uzaq qohumdan yaxşıdır, su gələn arxa bir də gəlir. Bunlar uyğun olmaz. Tikə ilə dost olan acından bağrı çatlar. Yəni tikə ilə dost olan, yəni kimlənsə hər hansı bir mənfəət qarşılığında dostluq ediriksə, o mənada da tikə ilə dostluq edən, yəni bir mənfəət qarşılığı, hər hansı da, yəni nə bilim, burada tutalım görürsüz ki, Qazan xan yağmalatdığı zaman bu dış oğuz bəylərinə deməyib, onlar da dərhal düşmən olublar. Yəni dostluqda əgər bir qarşılıq gözləyiriksə, yəni o dostluq əsl dostluq deyil və hər hansı bir yəni qarşı duruma baş verən kimi dərhal o dostluq pozulacaq. Yəni bu ona işarədir və D variantı olacaq. Sonra 30-cu sual. Mətn əsasən hadisələrlə bağlı hansı fikir doğrudur, deyir. Qazan xan dış oğuz bəylərini talandan bilərəkdən kənar saxlayaraq onların sadiqliyini sınağa çəkirdi. Bu yanlışdır, mətndə elə deyilmir də. Qılbaşın Arzuza söylediyi fəlakət xəbərləri Qazan xanın həqiqətən də ağır durumda olduğunu və köməyə ehtiyacı olduğunu təsdiqləyir. O sadəcə özü elə bir yol tapmışdı. Arzun Qılbaşa verdiyi cavab sübut edir ki, dış oğuz üçün talan adətində iştirak etmək sadəcə maddi qazanc deyil, həm də siyasi etibar və statusdur. Ona görə də yəni orada deyir, daha bundan sonra mənim düşmənimdir. Bu saxlayaq, bu olacaq variant yəqin ki. Qılbaş Arzun yanına getdikdən sonra onu dilə tutmağa və Qazan xanı barışdırmağa cəhd göstərir, lakin buna nail ola bilmir. Onu dilə tutmağa çalışmır, onun fikrini öyrənir sadəcə. Gəlin bir dənə D-yə baxaq burada. Deyir ki, ədavət saxlayırlar. Deməli, Qılbaş dedi, xanım, mən gedim onları nəysəm, Qazanın başı bəladadır. Dedi ki, mütləq dayım Arzu yanıma gəlsin, üstümə düşmən gəpdir, dəvələrimin əlidətlər, qarıcı, qazlı qatlarının kişnətləri. Yəni, orada onu dilə tutmur. Sadəcə elə bir üsuldan istifadə edir ki, bunun fikrini öyrənsin. Yəni, dilə tutmaq yanlışdır burada. Mətndəki talan ifadəsi düşmən basqının nəticəsində Qazan xanın evinin qarət edilməsi və xanın ailəsinin əsir düşməsini bildirir. Talan ifadəsi. Bir burada talan sözü keçib talanda.
Bu düşmən məsələsi deyildi. Bu yanlışdır. Görə başqa yerdə talan keçibmi? Yəni oradakı talan sadəcə evini yağmaladır da özünkilərə iç oğuz. Ona görə bu da yanlışdır. Elə variantımız C variantı olacaq. Belə. 31-ci sual. Mətnin əsasən çərçivə daxilində verilmiş hissəyə hansı söz əlavə etsək ifadə tamamlanmış olar? Kin, hiylə, düşmənçilik, dəhşət. Kin, hiylə, düşmənçilik, dəhşət. Deməli, dış oğuz bəyləri müttəfiq olub Qazanın yanına gəlmədilər, düzdürmü? Və gəlmədilər, kin saxladılar. Kin saxladılar olar, düzdürmü? Kini götürərsiniz. Kin saxladılar, hiylə saxladılar olmaz. Dəhşət saxladılar olmaz, düşmənçilik saxladılar da Qazandan 1-3 B variantı. Sonra Salur Qazanın adəti üzrə evini yağmalatmaqda dış oğuz bəylərinin orada olmaması və yağmada yalnız iç oğuz bəylərinin iştirak etməsi nəticəsində nə olur? Düşmənçilik yaranır. Sonra Qılbaş Aruzun, yəni bunu başqa cümlələrlə də, oradakı nələrlənsə, mətndən də seçib yaza bilərsiniz. Qılbaş Aruzun yanına göndərilir və orada Aruz açıq şəkildə Qazan düşmən olduqlarını bəyan edir. Deməli, bəyan edir. Aruzun yanına göndərilir və orada Aruz açıq şəkildə düşmən olduqlarını bəyan edir. Deməli, belə, Qılbaş gəlir bunların yanına. Burada baxaq da. Babam yaza bilərsiniz. Deyir, Qazan öz evini həmişə Üçox və Bozox tayfaları bir yerə yığılanda talan etdirərdi. Bu dəfə bu dış oğuz bundan kənarda qalır. Dış oğuz bundan kənarda qalır. Ona görə də Aruz açıq şəkildə Qazanın düşmən olduqlarını bəyan edir. Yəni, dış oğuz kənarda qalıb. Bu da açıq şəkildə düşmən olduqlarını bəyan edir uşaqlar. 33. Mətn əsasən aşağıdakı hökm haqqında doğru fikri müəyyən edin və fikrinizi əsaslandırın. Qılbaşla olan söhbətində Aruzun xarakteri haqqında nə demək olar? Aruzu etibarlı müttəfiq saymaq olarmı? Aruzu etibarlı müttəfiq saymaq olmaz. Xeyr. Çünki deməli adi bir şeydən, yəni adi bir şeydən də deməyək. Yəni yazın ki, çünki Qazanın başının bəlada olduğunu desələr də, o bundan sonra Qazana heç bir halda kömək etməyəcəyini və Qazanın hər zaman yəni başının bəlada olacağını arzuladığını deyir. Yəni ona görə onu yaxşı müttəfiq saymaq olmaz. Baxın, burada deyir ki, bizim günahımız nə idi ki, bu işdə iştirak etmədi? Qazanın başına qoy həmişə bəla gəlsin. Dayısı Aruz daim ona qarşı olacaqdır. Biz Qazanı düşməni qəti bilsin. Yəni yaxşı müttəfiq deyil. Davamlı qarnını güdür də, yəni belə düşünün və bir dənə bir şeydən incir və Qazanın düşmən kəsilir. Xeyr yazıb əsaslandırırsınız. 34. Plan bəndi, Qazan xanın ənənəvi yağması və dış oğuzun kənarda qalması, dış oğuz bəylərinin narazılığı və ittifaqı. Bunu bizim üçün yazıb əsas. Arzun açıq düşmənçilik bəyanatı. Bu olacaq nəticə. Rahat sualıymış. Bu da olacaq giriş. Belə. Sonra keçdik. 35. İfadələr həmin ifadənin qarşılığı. Mətnə əsasən qarşısına işarə qoyulmuş ifadələr əsasən qarşılıqları müəyyən edin deyir. Deməli, ədavət saxlayırlar. Ədavətə yazırsınız ki, düşmənçilik olmasın. Müttəfiq olmağa da birlik olmaq, ittifaq bağlamaq, ittifaqda olmaq, birlik olmaq yaza bilərsiniz. Deməli, ədavət, düşmənçilik, o birinə də birlik yazırsınız, birlik olub. Sonra 36-cı sual. Mətndə qarşısına rəqəm qoyulmuş cümlələrdən hansılarında bütün sözlər həqiqi mənada işlənmişdir deyir. Gəlin baxaq. Bulut kimi toplaşdı deyir. Birdə məcazi var. 2-də dış oğuz bəylərindən Aruz, Büktü, Zəmən və başqa bəylər buna eşidib dedilər ki, bax. Burada həqiqidir. Qılbaş deyilən bir kişi vardı. Burada həqiqidir. Sonra Qazanın başı bəlalıdır. Dedi ki, mütləq dayım Aruz yanıma gəlsin, üstümə düşmən gəlibdir. Başı bəlalıdır. Burada məcazi mənada bəlalı olması, üstümə düşmən gəlibdir.
Deməli 4-də məcazi var. Əgər 5 varsa ona da baxaq. Qaza bənzər qızımız gəlin. Qızları qaza bənzədir. Bu da məcazidir. O zaman yazırıq 2, 3. Sonra keçdik digər mətn uşaqlar. Azərbaycan ədəbiyyatı 12-ci əsrdə. Baxaq da bu mətni də belə saxlayaq. Siz oxuyun, sualları cavablandırın. Uşaqlar təkrar deyirəm, əgər ki videonu izləyirsinizsə və bu video işinizə yarayırsa, kanala abunə olub bəyənməyi unutmayın. Belə, keçdik növbəti suala, 37-ci suala. Bu mətn uşaqlar publisistik üslubdadır, yəni aydın anlaşıqlı bir dildədir, məlumat vericidir. Mətnə görə hansı fikir doğrudur? Mücirəddin Beyləqani Şirvan ədəbi mühitinin yetirməsi olsa da əsərlərin hamısını Azərbaycan ədəbiyyatı sülaləsinin bir çox nümayəndələrini həsr etmişdir. Hamısını deyir. Amma mətndə əsərlərinin hamısını yox. Mücirəddin Beyləqani hardasan bala? Mücirəddin tez tapaq bu kişini. Deyir ki, qəsidələrinin əksəriyyətini. Ona görə A yanlışdır. Məsəti Gəncəvi, Nizami Gəncəvi qoxma olub. Bu belə bir şey yox idi mətndə. Gətirən Təbrizi yaradıcılıq boyu yalnız Gəncədə yaşamayıb. Şəhadətlər sarayında, sonra isə Naxçıvanda. Deməli, bu yanlışdır. Nizami Əruziyə görə sarayda yaşayan ədəbiyyatçılar daha çox mətiyyədən istifadə ediblər. Bu düzgündür. Burada deyir ki, Nizami Əruzun fikrində şah və sultanlar hakimiyyətlərini möhkəmlətmək, nüfuzlarını xalqlar arasında artırmaq üçün saraylarında istedadlı şairlər saxlayır, onları istədikləri kimi tərbiyələndirir. Həmin şairlərin dili və qələmi vasitəsilə öz və istək arzularını təbliğ edirdilər. Yəni buradan gəldiyimiz qənaətə əsasən deyə bilərik. 12-ci əsrdə ərəb dilli poeziya tamamilə mövqeyini itirməyib, hələ də ərəb dilində yazanlar var idi. Baxın, burada deyir ki, hələ də öz mövqeyini qorumuşdu. Ona görə bu da yanlışdır. Variantımız oldu. D variantı canlar. 38-ci sual. Mətnin bütün tərkib hissələrinə əsasən 12-ci əsr Azərbaycan ədəbiyyatı mühiti üçün xarakterik olan doğru fikri müəyyən edin. Rübai janrı dövrün ən aparıcı janrı olub. Bütün tərkib hissələrinə aid fikir deyil. A variantı yanlışdır. Məsələn, Qələm Suların simasında özünə qızğın tərəfdar tapa bilmişdi. Əsasən farsça yazan görkəmli Azərbaycan şairləri öz yaradıcılıqlarında ərəb dilindən istifadə edilir. Burada məsələn rübaidən danışmırıq heç. Azərbaycan ədəbiyyatı həm dil rəngarəngliyi, həm yeni ədəbi məktəblərin formalaşması, həm də çox şaxəli yaradıcılıq nümunələrlə zəngin bir dövr yaşamışdır. Bu bütün tərkib hissələrinə uyğundur. B variantı. Bütün şairlər mütləq şəkildə saraylarda yaşamalı və fəaliyyət göstərməli idi. Bu yanlışdır uşaqlar. Ona görə bunu da götürmürük. Hökm şəklində deyirdi. Ədəbiyyatda yalnız fars dili hakim olmuş, yanlışdır. Dövrün sənətkarları yalnız lirik janrlarda yazmış, elmi fəlsəfi mövzulara toxunmuşdur. Gəlin baxaq. Poeziya, lirik deyə bilərik. Sonra burada təbii ki, yalnız lirik olmayacaq. Bu yanlış olacaq, amma yerində baxaq da. Deməli, uşaqlar, burada elmi fəlsəfi mövzulara toxunması bu hissədədir. Ona görə bu olmayacaq. Bunu da atacağıq. 39-cu sual. Mətndə verilən məlumatlara əsasən hansı ehtimalı irəli sürmək olar? Mətndən aydın olur ki, 12-ci əsrdə Azərbaycan ədəbiyyatının dini mövzular, dünya və humanist mövzuları tamamilə sıxışdırıb çıxarmışdı. Buna qayıdarıq. Gətirən Təbrizi müxtəlif saraylarda yaşadığı üçün yaradılan vətənpərvərlik mövzusu ümumiyyətlə söz əksini tapmamışdı. Öz əksini tapmayıb, bu yanlışdır. Məsəti Gəncəvinin rübailərinin Gəncə mühiti ilə bağlı olması onun digər şəhərləri tanımadığını ehtimal etməyə əsas verir. Bu da yanlışdır uşaqlar. Nizami Əruzinin şahlar haqqındakı fikirlərindən belə çıxır ki, dövrün bütün şairləri yalnız iqtisadi ehtiyac ucbatından saraylara pənah aparıblar. Bu yanlışdır. 12-ci əsrdə Azərbaycan şairlərinin əsərlərində elm və fəlsəfənin geniş yer tutması onların dövrünün ensiklopedik biliklərinə dərindən bələd olduqlarını göstərir. Əsərlərində elm və fəlsəfənin geniş yer tutması. Axı, bax, məsələn, Məsətinin şeirləri deyir məhəbbət lirikası, düzdürmü? Dünyəvilik, humanizm, nikbinlik seçilir. Məhz Azərbaycan şeirində rübaisi geniş, inkişaf yoluna qədəm qoyur. Axı, burada danışmır elm və fəlsəfədən, ona görə bu yanlış olacaq.
İqtisadi ehtiyac ucbatından saraylara pənah aparması da yanlış idi. Məsələn, aydın olur ki, 12-ci əsrdə Azərbaycan ədəbiyyatının dini mövzular, dünyəvi və humanist mövzular tamamilə sıxışdırıb çıxarmışdı. 12-ci əsrdə Azərbaycan ədəbiyyatında dini mövzular, dünyəvi və humanist mövzular tamamilə sıxışdırıb çıxarmışdı. Burada deyir ki, bir dəqiqə bunu silirəm, bunu nə götürdüm? Bir dənə bu sualı yenidən baxaq uşaqlar. Mətnə qayıdaraq gərək baxım. Dini mövzular, dünyəvi mövzuları tamamilə sıxışdırıb çıxarmışdı, deyir. Yoxlayaq. Tamamilə sıxışdırıb çıxarmışdı. Burada deyir ki, onun əsərlərində humanizm nikbinliyi var. Ona görə bu yanlışdır. A səhv də olmaz. Qətran Təbrizin müxtəlif saraylarda yaşadığı üçün onun yaradıcılığında vətənpərvərlik mövzusu ümumiyyətlə öz əksini tapmamışdır, deyir. Deməli, Qətran Təbrizi əvvəlcə Gəncədə Şəhidadilər sarayında, sonra isə Naxçıvanda, Naxçıvan Şah Əbu Duəlfin sarayında yaşayıb. Elə buna görə də onun yaradıcılığında bu dövrün hökmdarlarını məsələn qəsidlər daha başlıca yer tutur. Burada isə deyir, nə deyir? Qətran Təbrizin müxtəlif saraylarda yaşadığı üçün onun yaradıcılığında vətənpərvərlik mövzusu ümumiyyətlə öz əksini tapmamışdır. Bu yanlış olar, uşaqlar. Vətənpərvərlik mövzusu ümumiyyətlə əksini tapmamışdır. Yox, daha çox mətiyyələri var, deyir orada. Yəni demir ki, vətənpərvərlik mövzusu yoxdur. Məsəd Gəncəvinin rübailərinin Gəncə mühiti ilə bağlı olması onun digər şəhərləri tanımadığına ehtimal etməyə əsas verir. Bu da yanlışdır. Bu olmaz. Nizami Əruzinin şahlar haqqındakı fikirlərini, bu zaten səhv idi, götürmədik. Eyə təzədən baxaq. 12-ci əsr Azərbaycan şairlərinin əsərlərində elm və fəlsəfənin geniş yer tutması onların dövrünün ensiklopedik biliklərinə dərindən bələd olduqlarını göstərir. Elm və fəlsəfənin geniş yer tutması. Məsələn, burada var ki, Nizamidə var fəlsəfə, ədəbiyyat filan və dövrün ensiklopedik biliklərinə dərindən bələd olduğunu göstərir. Sonra başqa görək kimdə var idi? Elm və fəlsəfənin geniş yer tutması. Hamısına baxım uşaqlar. Nəysə, bu sualda biraz sıxıntı var. Şairlərin əsərində elm və fəlsəfənin geniş yer tutması. Bilsiz, hamısının əsərində elm və fəlsəfənin geniş yer tutması yoxdur. Axı, bir dənə biz Nizamidən danışmışıq da. Burada ki, onda elm və fəlsəfə var. Digərlərində ilə məhəbbətdən filan danışır da. Yəni, bu variant qalacaqsa, mən bunu da düzgün hesab etmirəm. Bu da yanlışdır. C-yə baxaq bir dənə uşaqlar. Azərbaycan poeziyası maraqlı və ən çox mübahisə doğrudan sığmaz şairə Məsəd Gəncəvidir. Fars dilində əsasən rübai janrında yazılan Məsədin şeirlərinin əksər hissəsi Gəncə mühiti ilə bağlıdır. Yəni, əksər hissəsi deyir də, hamısı demir ki, yaradıcının məhəbbət lirikasına əsas yer tutduğu Məsədin rübailəri bu heç. Nəsə, uşaqlar, bu sualda sıxıntı var. Çox güman ki, gələ bilər, amma o da biraz problemlidir. Yəni, orada hamısının əsərlərində elm və fəlsəfədən danışmıraq, ona görə bu yanlış olar. Nəsə, görək nə çıxacaq buna variant. İndi bəziləri də yazacaq ki, ay müəllim, sual səhv izah edirsiniz. Amma uşaqlar, yəni gördüyünüz qədərindən düzgün variant çıxartmaq olmur ki, məsələn, indi bəziləri C deyəcək. Amma C-də də deyir ki, Gəncə mühiti ilə bağlı olması onun digər şəhərləri tanımadığını ehtimal etməyə əsas verir. Hardasa, uşaqlar, əslində hardasa C ola bilər. Amma orada da yaradıcılığının hamısı demiş ki, əksər hissəsi Gəncə ilə bağlıdır. Yəni, bəlkə də digəri tanımır. Yəni, harasa məncə C ola bilər burada olsa C olar. Sonra burada Azərbaycan şairləri deyir. Onların hamısında elm və fəlsəfədən danışmayıb deyə məncə yanlış olar bu. Və digərlərdə olmaz. Hardasa olsa C ola bilər. Nəysə, bura bir variant tapmaq düzgün olmur. 40-cı sual. Mətnin nəticə hissəsini genişləndirə biləcək cümləni müəyyən edin. Nəticə hissəsini genişləndirə biləcək cümləni müəyyən edin, deyir uşaqlar. Nəticə hissədə o Nizamidən bəhs edilən hissə idi də. Görə nə yazmaq olar uşaqlar bura? Beləliklə 12-ci əsr Azərbaycan poeziyası yalnız bədii söz sənəti deyil, həm də dövrün elmi və fəlsəfi təfəkkürünü özündə cəmləşdirən zəngin bir xəzinəyə çevrilmişdir. Bu Nizaminin yaradıcılığına əsasən demək olar. Elə variant A variantı olacaq. Sonra 41-ci sual. Mətnin yalnız ikinci abzası üçün doğru fikri müəyyən edin. İkinci abzas.
Nizami Əruzinin fikri, sonra Qətran Təbrizdən danışırıq burada. Mətndə Əruz vəzinin tanınması Nizami Əruzun müstəsna xidmətləri olmuşdur. Belə bir şey danışmırıq orada. Şahlar və sultanlar öz mövqelərini xalq arasında tatmaq üçün həcv yazmaq bacan istəyən sənətkar saxlayırlar. Həcvdən danışmır burada. Qətran Təbrizin həyat və fəaliyyətinə baxdıqda belə nəticəyə gəlmək olar ki, adı çəkilən ərazilərin başlarını şeirlərlə tərifləmişdir. Bəli, C variant. Qəstə bir janr olmuş və əsasən beytlər şəklində yazılmışdır. Sonra Məsəd Gəncəvi daha çox rüba, bu da olmaz. Deməci. Sonra 42-ci sual, 12-ci əsr Azərbaycan ədəbiyyatı haqqında xüsusiyyətlər yazırsınız uşaqlar. Nələr yaza bilərsiniz? 12-ci əsr Azərbaycan ədəbiyyatı əsasən fars dilində idi. Fars dilində idi. Sonra deməli 12-ci əsr Azərbaycan ədəbiyyat məktəbinin yaranması 12-ci əsrə aid yaza bilərsiniz. Rübainin məşhur janrlardan biri olmasını yaza bilərsiniz. Sonra nə bilim, şairlərin saray adamlarını vəsf etməsini yaza bilərsiniz. Sarayın vəsfi, saray adamlarının da yəni vəsfi. Sonra əsasən fars dilində olması. Sonra yaza bilərsiniz başqa nələr? Ədəbi məktəblərin yaranması. Ədəbi məktəbdən çox şey yazmaq olar bura. Sonra 43-cü sual, mətnə əsasən verilmiş fikri mətnlə əlaqələndirmək olar fikrinizi. 12-ci əsr Azərbaycan poeziyası yan saray mühiti və hökmdar məthi ilə məhdudlaşmayıb. Bəli, əlaqələndirmək olar uşaqlar. Çünki məsələn orada Məsəd Gəncəvidən danışırdı. Deyirdi orada humanizm, məhəbbət mövzusu filan var idi. Bax, onu yaza bilərsiniz. Bayaq Rübaidən danışanda ora diqqət etmişdi. Dünyəvilik, humanizm, nikbinliyi ilə seslər. Bax, onu yazmaq olar. Və yaxud başqa bir şey də yaza bilərsiniz. Sonra qarşısında işarə qoyulmuş söz, həmin sözün qarşılığı. Qarşısında işarə qoyulmuş söz nikbinlik sözüdür uşaqlar. Başqa söz varmı? Baxaq. Deməli, nikbinlik sözünü yazırıq bir dəqiqə. Humanizmin nikbinliyi ilə. Kinəxana var da. Nikbinlik. Nikbinliyi yazırsınız, xoş əhval ruhiyyə. Nə bilim. Nə yazmaq olar başqa? Deməli, xoş əhval ruhiyyə. Sonra deməli, o biri söz nə idi uşaqlar? Deməli, hələ də öz mövqeyini qorumuş, hələ də öz mövqeyini qorumuş, mövqeyi də yazırsınız, yer, öz yerini, öz vəziyyətini qoruyub. 45. 12-ci əsr Azərbaycan ədəbiyyatı çox dillik xüsusiyyətinə malik idi. Orada girişdə var idi ərəb, fars, onu yazacaqsınız. Ərəb dildə var idi, fars dildə var idi. Onu yazırsınız. Bu dövrdə ədəbiyyatda mərkəzləşdirilmiş şəkildə inkişaf etdiyi konkret coğrafi ərazilər mövcud idi. Burada yaza bilərsiniz ki, o ədəbi məktəb yaradılan yerlər var idi. Deyir ki, Əbdüllah Gəncəvi, Fələk Şirvani, İzzəddin Şirvani kimi daha söz adları Gəncə və Şirvanda fəaliyyət göstərən Azərbaycan ədəbi məktəbinin əsasını qoyurlar. Bax, bu 3-cü abzası bura köçürə bilərsiniz uşaqlar. 3-cü abzas. Sonra şah və sultanlar öz hakimiyyətlərini möhkəmləndirmək və nüfuzlarını artırmaq istəyirdilər. Sonra o şairləri qəşəng tərbiyələndirib sarayda saxlayırdılar da. İstedadlı şairləri saxlayırdılar. Onu yazırsınız. Qətran Təbrizi yaradıcılığında hökmdarların məthidən qəsidlər başlıca yer tutur. Çünki saraylarda yaşayıb da o. Naxçıvanda, bir də Gəncədə idi. Sarayda yaşayıb, onu yazırsınız. Baxın, bax burada. Saray ədəbiyyatının geniş inkişaf tapdığı dövrdə Qətran Təbrizi əvvəlcə Gəncədə, sonra da Şəddadilər Sarayı, sonra da Naxçıvanda yaşayıb. Bax, bunu götürüb köçürürsünüz bura. Belə.
Düzdür, bir-iki sualda cavab çıxartmaq çətin olsa da, amma belə ümumilikdə çətin sınaq deyildi uşaqlar. Keçirik qrammatikaya. Hansı cümlədə ancaq sözü bağlayıcı kimi işlənmişdir? Bilirik ki, ancaq ədat da ola bilər. Ədat olsa yalnızla əvəz edərik, bağlayıcı olsa amma ilə əvəz edərik. Danışanlardan ancaq ona qulaq asırdım, yalnız ona qulaq asırdım, bu ədatdır. Şagirdlərdən ancaq Arif dərsə gəlmişdi, yalnız Arif dərsə gəlmişdi, ədatdır. Dərsi oxumuşdum, amma hələ də yaxşı qavramırdım, bağlayıcıdır. C variantı ancaq Bakıda yaşayırdı, yalnız Bakıda yaşayırdı. Ancaq Azərbaycan dilinə vaxt ayırdı, bu da yanlışdır. Hansı bənddə orfoqrafik səhv var? Sənin fikrin düzgündür, onun oğlu düzgündür. Çinin forması, Çin milli sözdür uşaqlar. Saytını yalnız mənsubiyyətdə itirər. Amma ki, burada gördüyünüz qədəri ilə Çin sözünün samiti düşüb. Niyə düşsün axı? C variantı yanlışdır. Onun mövqeyi qaydasındadır. Burunun quruluşu, bu da düzgündür. C variantı. Verilmiş şeir parçası ilə bağlı doğru fikirləri müəyyən edin deyir. Yanımda qiymətin, qədrin, qəlbimdə hörmətin, xətrin, adamı öldürər, ətrin, çiçək dolu budaqsanma. Aha. Deməli, nə deyir? Şeirin hər misrasında isim var. Qiymət, hörmət, adam, çiçək. Bir düzgündür. Hər misrada mənsub şəkilçi sözlər vardır. Yanımda, bəli, qəlbimdə, bəli, ətrin, bəli, çiçək dolu budaqsanma. 4-də yoxdur. 2 səhvdir. Tünd qara hərflərlə verilmiş söz icbar növdə və indiki zamandadır. Öldürmək, mən öldürdüm. Bu məlum növdədir, icbar növ deyil, 3 səhvdir. Birinci misrada hər üçü müxtəlif halda işlənmiş isimlər vardır. Hər üçü. Deməli uşaqlar, yanımda yerlikdir, qiymətin, qədrin. Bunlar da eyni haldadır, ona görə bu səhvdir. Sonuncu misrada köməkçi nitq hissəsi işlənmişdir. Budaqsan mı var, bəli, düzgündür. 1-5 A variantı olacaq uşaqlar. Sonra 50-ci sual, cümlənin hansında sifət ismə məxsus heç bir şəkildə qəbul etmədən isimləşmişdir. Sual verib yoxlayacaqsınız. Kim nə sualına cavab versə isimləşib. Zaldakılara sözündə şəkilçi qəbul edib isimləşib. Bu yanlışdır. İgidin başı qalda gərək. İgid sifətdir, şəkilçi qəbul edib isimləşib. Bu da yanlışdır. İgid ölər, amma adı qalar. Kim ölər? İgid. Düzdürmü? Və heç bir şəkilçi qəbul etmədən isimləşib. C variantı. Yatmışlar, yatmışlar, keçmişini satmışlar. Burada yatmış, birinci yatmış sözü fe'li sifətdir, ona görə atırsınız. Solğun gül məktubların arasında qalmışdı. Burada da solğun sözü isimləşməyib. 51. Hallana bilməyən əvəzlikləri müəyyən edin. Hallana bilməyən. Heç kimdən adı hallanır. Məndən hallanır. Hamıdan hallanır. Sonra filan kəsdən hallanır. Hər və bütün hallanır. B variantı. Zaman mənalı qoşma işləmiş cümlələri müəyyən edin. Əvvəl ona çox inanmışdım. Burada əvvəl zərfdir. Qabaqlar o həmişə bizə gələrdi. Burada da zərfdir. Dərsdən sonra evə gəl. 3-ü götürün, çıxışda kaldan sonra işlənib və zaman məzmunu bildirir. Bir də Süsəndən qabaq Batçı zərfi döydü. Burada da qabaq olacaq 3-5. 4-də də baxa oxu və sonra oxuduqlarını təkrar et. Bu da zərfdir. 4 atırıq. 3-5 B variantı. 53. Cədvələ sən doğru fikri tapın. Fe'lin qrammatik məna növünün şəkilçəli leksikdir. Bəli. Düz fikirdir, amma buna səhv deyir. Səslər o zaman səhv oldu. Fe'lin təsriflənən formalarının inkarı yalnız bir üsulla düzəlir. Səhvdir deyillə də düzəlir. Vacib və lazımda. Buna doğru deyir, bu da səhvdir. Bir fe'ldə zaman şəkilçisi varsa xəbər şəklində sayılır. Bəli, zaman şəkilçisi varsa xəbər şəklindədir, amma buna yanlış deyir. Səhvdir. Fe'li bağlama zərfdən fərqli olaraq hərəkətin yerini bildirmir. Fe'li bağlama, bəli, hərəkətin yerini bildirə bilmir. Düz fikirdir, düzə də düz deyir. D variantı. Fe'lin təsriflənməyən formaların hər üçü xəbərlik şəkilçisi qəbul edə bilir. Fe'li bağlama xəbərlik qəbul edə bilmir. Yalnız zərflik olur. Buna da düz deməsi səhvdir. Sonra Bakıda, aşağıda, içəridə, rayonda. Yer zərfi istəyir bizdən. Aşağı yer zərfidir. Doğru olanları götürün deyir də. Aşağı yer zərfidir, bəli. İçəri də yer zərfidir, bəli. Bakı və rayon isimdir. Çünki onlar konkret məkan bildirirlər. Durduğumuz yerdən istiqamətlər bildirmirlər. Ona görə isimli olar. 2-4 A variantı. Verilmiş fikirlərə uyğun sözü seçin. Düzəltmədir, məlum növdədir. Görünlü qayıdış növdədir, aşağılar atırıq. Sıxıldı, məhsul növ olar, qayıdış növ olar. Qaçışdılar, birgəlik növdür. Sonra qaldırdım, məlum növdür, amma sadədir, atırsız. Halallaşdı, halal, halallaşmaqdır, qrammatik düzəltmədir və məlum növdədir, B variantı.
Hansı cümlədə altından xətt çəkilmiş söz sifət kimi işlənərək yalnız bir sual əsasında müəyyənləşir. Bir sual deyirsə, dakı iki şəkilçiləri götürür uşaqlar. Ana yenə dadlı yeməklər hazırlamışdı. Burada necə yeməklər deyə bilirsiniz. Məktəbli sözü isimli B-ni atırsınız. İnadcıl tələbə, necə tələbə, nə cür tələbə atırsınız. Bizimki isimli atırsınız. Dağdakını götürürsünüz. E variantı. Belə uşaqlar. Deməli, qrammatika ilə də bağlı bu qədər. Kanala abunə olub videonu bəyənməyi unutmayın və həmçinin də imtahanda iştirak etmiş yoldaşlarınıza göndərməyi də unutmayın. Sağ olun, hələlik. İnşallah ki, yaxşı yazmış olarsınız.